Bu çapıq qalıcıdır. Bu yol asan da olmadı. Səbr etdim, güvəndim və ən əsası müalicəmi yarımçıq qoymadım. Mənim bütün akne seanslarım hamısından çox razı qalmışam. 3 aydan bir kontrol prosedurlarıma da gəlirdim. Artıq bu günlərim isə ilk çapıq seansım olacaq. Ümid edirəm ki, akne seansında olduğu kimi çapıq prosedurundan da çox məmnun qalaram. Hər şey üçün doktora təşəkkür edirəm.